Amma o ki qaldı dəyişmə məsələsinə, qıfılbəndin onlarla çox gözəl nümunələri var. O nədir ki, dayanıbdır dayaqsız, o nədir ki, boyanıbdır boyaqsız, o nədir ki, doğar əlsiz ayaqsız, 3 ay keçər, ayağı var, əli var. O yer göydür, dayanıbdır dayaqsız, o gün aydır, boyanıbdır boyaqsız, qurbağadır, doğar əlsiz ayaqsız, 3 ay keçər, ayağı var, əli var. Bu qədər mədəni, bu qədər xalqın ruhunu ifadə edən, fəlsəfi, maarifləndirici dəyişmə varmı meyxanada? Mən onu bilmək istəyirəm. Buyurun. Varmı? Siz bu maarifləndirici bir şey deyirsiniz, yəni... Qat-qat bundan maarifləndirici. Siz yəni həqiqətən bu maarifləndirici bir şey kimi... Hiss eləmirsiniz onu? Burada mən maarifləndirici... Onun dövrü var da, yəni bugün yazılır. Bir dənə mənə dili gözəl olan və yaxud ən azından o dəyişmə bir tapmaca idi, bir sualın cavabını bilir də dinləyən. Mən deyim bilin. Bəli. Pərviz Bülbülə ilə Vüqar Biləcəri deyişirlər toyların birində və sürətli şəkildə 3 saniyədən bir-birlərinə bənd deyirlər. Pərviz Vüqar Biləcəriyə qayıdır, deyir ki, Vüqar dinən hansı rəqs havasıdır, sevinc olur kədərlə eyni vaxtda. Sual verir. Vüqar 5 saniyəni keçmədən durur, deyir ki, sən dediyin hava sayılır, vağzalı, şərbəti var zəhərlə eyni vaxtda. Və çox yerində 5 saniyənin içində bu adam ona cavab verə bilir. Tamamilə doğrudur. Dinən görüm hansı rəqs havasıdır, sevinc olur kədərlə eyni vaxtda. Sevinc olur kədərlə eyni vaxtda. Qəbul gəlir hünərlə eyni vaxtda. Rəylə Vüqardı meyxana saqqalı, bunun bilim bir qabağı ilə dalı. Sən dedi gün hava olubdu vağzalı.